Çempionlar Liqasının 4-1 final mərhələsinin ilk görüşləri. Siz kanalımıza abunə olun, biz isə bütün maçları detallı şəkildə analiz edək. Gəlin, ilk öncə Çempionlar Liqasının klassikasından başlayaq. Əlbəttə ki, əgər Real Manchester City yeni klassika idisə, bütün dövrlərin ən klassik dueli Real'la Bavariya Münxendir. Belə ki, bu klublar Çempionlar Liqası çərçivəsində 28 dəfə qarşılaşıblar. Hələ ki, bu maçlarda Real'ın kiçik üstünlüyü var. 13 dəfə Madrid klubu, 11 dəfə isə Almanlar qalib gəliblər və hələ ki ilkin baxışdan hər şey ona doğru gedir ki, Bavariya bu fərqi bir qədər azalda bilər. Lakin görək ki, yenə də Real Madridi hesabdan silmək olarmı, yoxsa Bavariya həddindən artıq güclü olacaq? Gəlin bunu başa düşməyə çalışaq. Əlbəttə ki, Arbeloa'nın danışanda sizin də çox verdiyiniz suallardan biri ondan ibarət idi ki, son 3 maç xüsusilə Manchester City ilə hər iki oyun və sonra da Atletico Madrid üzərində qazanılmış layiqli və möhtəşəm qələbə Arbeloa haqqında nədən xəbər verir? Əlbəttə ki, bu ilk öncə ondan xəbər verir ki, Arbeloa əlində uyğun heyət olduqda çox maraqlı işlər görə bilir. Əlbəttə ki, bir tərəfdən Arbeloa, misal üçün Xabi Alonso deyil, hansı ki gedib Bayer Leverkusenə və orada üçlü müdafiə taktikası ilə xarüqələr yaratsın. Amma ən azı əlində olan bu heyətlə, əlində olan oyunçularla Arbeloa çox ciddi işlər görür və bu işlərin də alınmasının əsas səbəbi ondan ibarətdir ki, o Real Madridin xaotik olan pressingini və kontrpressingini bir qədər hamarlaşdıra, bir qədər yoluna qoymağı bacarıb. O bunu necə edir? Bildiyiniz kimi Real Madrid topsuz oynayanda adətən 4-4-2 taktikasına oturur və burada Atletico Madrid ilə oyunda da və City ilə maçlarda da bu var idi. Əsasən sol cinahdan Vinicius, sağdan Brahim Diaz mərkəz müdafiəçilərini pressing edir. Eyni zamanda sağdan Valverde, soldan isə Arda Güler cinah müdafiəçilərini pressingə məruz qoyur və sonra da Real Madridin orta sahə oyunçuları əlbəttə ki, rəqibin orta sahə oyunçularını pressing etməklə hardasa Hans Flick-vari onun bir yüngül, belə bir növ biraz light versiyasında rəqibi təzyiqə məruz qoyurdu və bu həddindən artıq effektiv oldu. Gəlin misal üçün Real Madridin Atletico Madridə vurduğu ikinci qola baxaq. Burada əvvəlcə Tchouaméni mərkəzdə Atletico'nun orta sahə oyunçusunu pressingə qoyur, sonradan top cinaha keçirilir və burada Fede Valverde həmin cinah pressingi sayəsində topu rəqibdən alır və bu da əlbəttə ki, həm də Valverde'nin də şahanə formada olması sayəsində qolla nəticələnir. Lakin hər şey dəyişə bilər. Belə ki, Real Madridə həm Kylian Mbappé, həm də ki Jude Bellingham qayıdır və bu da o anlama gələ bilər ki, Arbeloa o uzun müddət də olmasa bir müddət əziyyət çəkib axtarıb tapdığı həlli yenidən sıfırlaya bilər və yeni həll tapmaq məcburiyyətində qala bilər. Belə ki, Mbappé olacağı təqdirdə, məsələn ki, Valverde'nin yaratdığı bu epizod bir daha mümkün olmayacaq. Çünki həmin zonada hardasa Mbappé yer alacaq və bu da eyni zamanda rəqib müdafiəçində bir qədər arxaya oturaraq özünü sığortalamağa gətirib çıxaracaq ki, bu da Fede Valverde'ni ona lazım olan space, yəni məkandan, boşluqdan məhrum etmiş olacaq. Digər tərəfdən isə Jude Bellingham əgər yarım müdafiə qayıdarsa, bu o anlama gələcək ki, Arda Gülerlə o ortada öz funksiyalarını bölüşdürmək məcburiyyətində qalacaq. Bəli, bir tərəfdən Jude Bellingham unikal, nadir futbolçulardan biridir ki, orta sahənin bütün mövqelərində oynayıb sözünə mənasında, əgər onun Borussia Dortmund və Real Madrid karyerasını nəzərə alsa və bütün elementlərdə uğurludur. Amma adətən hücum fazasında Jude Bellingham çox yuxarı qalxır. Eyni şey Arda edir və ötən mövsüm Carlo Ancelotti maraqlı bir şey deyirdi ki, idealda Arda'nı oynatmırdı və oynatmamağa səbəb onun kimi göstərdi ki, əgər Arda və Bellingham oynayırsa, onların arxasında ən azından 3 yarım müdafiəçi olmalıdır. Bunlar hazırki Madrid heyətində əlbəttə ki, Fede Valverde, Tchouaméni və Pitarch və ya Kamavinga ola bilər. Amma bu da o anlama gətirib çıxaracaq ki, Valverde özünün ən yaxşı bacardığı sağ cinah orta sahəsi mövqeyindən sağ cinah müdafiəsinə düşəcək. Bu da öz növbəsində sağ cinahdan trendlə hücumun quruculuğuna zərər verəcək. Görürsünüz, iki futbolçunun heyətə qayıtması bütün sistemi pozur. Sizin bəziləriniz çox maraqlı sual verirdiniz Pitarchla bağlı. Pitarch əslində Xabi Alonso'nun dövründə Mastantuono'nun bir növ Alvaro Arbeloa versiyasıdır. Yəni adam baxdığımızda heç bir oyun metrikində mükəmməl paslara malik deyil. Yəni heç bir oyun metrikində Pitarch fövqəladə istedad göstərmir, amma ondan bir şey tələb olunur. Ondakı mükəmməl şəkildə Mastantuono mövsümünün əvvəlində etdiyi kimi edir. O da həddindən artıq çox qaçmaqdır. Çünki Mbappé olmayanda maraqlı bir şeydir ki, Vinicius belə pressingin ilk mərhələsində iştirak edir, amma hətta pressingdə iştirak edən Viniciusa rəğmən yenə də
o topsuz oyunda passivdir və onu kompensasiya etmək üçün qaçan ayaqlar lazımdır və eyni şəkildə Pitarç daha uyğun gəlir bu rola. Çünki Pitarçın da biz pasından danışdıq ki, mükəmməl olmasa da o hardasa Kamavingaya nisbətən 5% daha çox dəqiqliklə pas verir və biz xatırlayırsa Kamavinga haqqında danışanda bildirirdik ki, Kamavinga ümumilikdə maraqlı bir futbolçudur, universaldır, amma onun pası Real Madrid səviyyəsində deyil. İndi necə olacaq? Bu böyük bir sualdır. Daha bir başqa məsələ isə problem ondan ibarətdir ki, əgər bu iki oyunçu heyətə qayıdıb Arbeloanın işləməyə başlayan sxemini pozacaqsa, digər iki futbolçu hansı ki Arbeloaya çox vacib lazım olardı. Hər ikisi zədəlidir. Onlardan biri əlbəttə ki komandanın bəlkə də 50% olan Thibaut Courtois, o biri isə Eder Militao'dur və biz əslində Bavariyanın güclü tərəflərindən danışanda onu qeyd edəcəyik ki, Militao necə Harry Kane fenomeninə qarşı ideal həll olardı Rudigerlə birlikdə. Amma indi Realda olmayacaq və bu Realın başına ağrıdacaq daha bir faktor olacaq. Və bütün bu məsələlər fövqündə olduqca maraqlı olacaq Arbeloanın avtoritetinə baxmaq. Yəni ki, bir tərəfdən biz bilirik ki, adamın əsas işi bir növ man managementdir, bir növ emotional intelligence deyirik, emosional beyni ondan ibarət edir ki, Vinicius tərifləsin və s. və ilə axır futbolçularla dostcasına yumşaq münasibət bəsləsin. Amma görək bu maçda çox kritik bir dueldə, xüsusilə Santiago Bernabéu'da keçiriləcək bir oyunda Bellingham və ya Mbappé'nin hansısa biri heyətdən kənarlaşdıra biləcəkmi? Yoxsa hər ikisinin oynayacağı təqdirdə bizim fikrimizcə Real Madrid daha çox Celta və ona kimi Osasuna oyunda olduğu çətinliklərlə üzləşəcək. Nəinki City ilə və Atletico ilə duellərdə komandanın artıq işləyən pressingi ilə göstərdiyi oyun. Əlbəttə ki, sonuncu faktor da ki, gündəlikdə artıq təqvimə fikir vermək lazımdır. Madrid Barcelonadan 4 xal geridədir. Bu isə o deməkdir ki, Madridin boşluq buraxmağa bir yeri yoxdur. Əgər mayda keçəcək El Clasico'nun hər hansı bir anlamı qalmağını Madrid istəyirsə, əlbəttə ki, fərqi qapatmalıdır. Ən azından öz bacardığı şey edib maçlarında qalib gəlməlidir. Bavariya isə Almaniya çempionu nə vaxt olacaq sualını ancaq bir növ ertələyə bilər. Ona görə Bavariya öz əlində olan heyətlə bir qədər eksperiment edib çox rahat şəkildə Real Madridlə maçça hazırlaşa bilər. Bavariyanın özünə gəldikdə əlbəttə ilk öncə biz komandanın nadir elementi olan problemindən danışaq. Komandada bildiyimiz kimi qapıcı problemi var idi. Hətta 16 yaşlı uşaq əsas heyətdə çıxıb Atlanta ilə oynaya bilərdi cavab görüşündə, amma Atlanta ilə komanda nominal qapıcısız oynayıb da qalib gələ bilərdi. Necə ki, birinci maçda Harry Kane ehtiyatda qaldı və bu Bavariya 6 gol vurmaqda heç bir maneə törətmədi. Eyni şəkildə də amma bu dəfə fərqli olacaq. Bu dəfə Manuel Neuer'in qayıtması gözlənilir ki, bu həddindən artıq fundamental bir amildir. Neuer həddindən artıq vacib silah olacaq ki, Bavariyanın o build-up'ını başlasın. Bildiyimiz kimi Bavariya universal build-up'a malikdir, amma iki mövsümün ikinci yarısında komanda bəzi hallarda 2-2-6 formatsiyasında build-up edir. Bundan başqa Bavariyada biz Harry Kane haqqında danışanda xüsusilə danışacaq, amma nəzərə alaq ki, Alman Bundesliqasında rəqiblər avtobusu necə parkovka edirlər. Almaniya çempionatında son iki mövsümdə ən dəbdə olan trend əlbəttə ki, man markingdir, yəni oyuncu tutmaq. Bunu da aşmaq üçün Bavariyanın ən böyük silahı Harry Kane'dir. Amma Harry Kane'dən başqa biz dəfələrlə görürük ki, indi görəcək ki, nümunələrdə də ki, winger olan Olise mərkəz hücumçusu mövqeyində oynaya bilər. Eyni zamanda ən absurd eksperimentlər ona gətirib çıxarır ki, Jonathan Tah arxadan gələrək sol cinah winger mövqeyində yer ala bilir. Eyni zamanda Serge Gnabry oynadığı halda Joshua Kimmich'in yerini tutub 6 nömrə mövqeyinə düşür. Bütün bunların əsas məqsədi odur ki, əgər onu komandanı man marking edirsənsə, həmin man markingi darmadağın etsin və bu uğurlu şəkildə işləyir. Baxın, biz Arbeloanın pressingindən danışırdıq. Maraqlı olacaq. İndi əlbəttə bir tərəfdən Mbappé Cudun gəlişi hamısını dəyişəcək, amma digər tərəfdən bu Bavariyaya qarşı necə işləyəcək? Bu böyük bir misaldır. Lakin Bavariyanın əlbəttə ki, rəqib pressingini və ya kontrpressingini dağıtmaq üçün ümumiyyətlə boşluq yaradıb, o boşluqdan maksimal epizodlar əldə etmək üçün ən böyük silahı Harry Kane'dir. Harry Kane haqqında biz Bavariya haqqında danışanda geniş şəkildə izahat vermişdik. Amma Kane yenə də bu elementində mükəmməlləşməkdə davam edir. Harry Kane əsasən nominal 9 nömrədən yanlış 9 nömrəyə çevrilərək aşağı düşməyi 3 məqsədi güdür. Birinci olaraq, əgər onun arxasınca rəqib düşərsə, həmin zonada boşluq yaranır, həmin zonaya pas kanalı açılır. Amma bu klassik yanlış 9 nömrənin etdiyi hərəkətdir. İkinci bir hərəkət ondan ibarətdir ki, müdafiəçi yerində qalır və nəticədə Bavariya meydan ortasında fundamental bir ərazidə bu arada Real Madridlə maçda dominasiya sahib olur sayı etibarıyla və komandanın ustalıq səviyyəsini nəzərə alaraq əlbəttə ki, buradan Real Madridi bombardman etməsi ehtimalı daha da böyüyür. Lakin Kane'in başqa 9 nömrələrdən ən böyük fərqi ondan ibarətdir ki, Kane bəzən öz 6 nömrə mövqeyinə, hətta mərkəz müdafiəçisi mövqeyinə düşərək rəqib qarşısında dilema yaradır. Çünki
Ola bilsin ki Real Madrid bu element işləyir. Antonio Rudiger Kane-i nominal olaraq meydanın müəyyən sahəsində məsələn bura qədər onu izləyir, sonra isə onu Chamenye və ya Pitarça verir. Amma Kane daha da aşağı düşməklə bu dilemmanı daha da kəskinləşdirir və nəzərə alsaq ki, Kane-in mükəmməl pası var və hansı ki bu mövsümdə dəfələrlə bu işləyib. Əsas məqsədlərdən biri ondan ibarət idi ki, rəqibi özünə çəkib, öz mövqeyindən çıxarıb təhlükəli epizodlar əldə etsin. Məsələn, burada baxın, Kane öz zonasından Oliseyə pas atır və burada da sonra Olise ilə Diaz ikisi arasında oynadı, gol vururlar. Bundan başqa Kane-in ən sevdiyi elementlərdən biri fikir verəsiniz bu oyunda da sağ cinaha düşərək ya ortaya ya da əks cinaha paslar atmaqdır. Eyni zamanda Bavariya Real Madridin cinah müdafiəçilərinə çox ciddi testə məruz qoyacaq. O testin mahiyyəti nədən ibarətdir ki, əgər Bavariya sağ cinahdan hücum edirsə, sol cinahdakı futbolçu Diaz, İngiliscə buna stretching deyirik, yəni rəqibin pressingini, oyunçularını aralamaq üçün maksimal şəkildə ən cinahda durur və əgər sol cinahdan hücum keçirsə, Olise bu funksiyanın öhdəsindən gəlir və nəticədə aralanmış rəqib ya həddindən artıq oyunçu həsr etməlidir ki, bu zonaya ki, Bavariyanı bir qədər neytrallaşdırsın və bu halda da Realın ölümcül olduğu əks hücumları bir qədər kəsərini itirir. Ya da ki, əlbəttə biraz açıq oyun oynayacağı təqdirdə Bavariyanın bundan daha çox faydalanmaq şansı var ki, nəinki rəqibinin. Realın böyük bir üstünlüyü var ki, hər iki komanda nisbətən açıq oynayır. Yəni Realın o hücum ikiliyinin hansı ki, ən böyük mükəmməlliyi onların boşluq olduğu halda mükəmməl əks hücumlara çıxıb cəzalandırmaqdır rəqibi. Ona imkanları olacaq. Ona Bavariya imkan verəcək. Çünki mən düşünmürəm ki, Vincent Kompany Manchester City-də Pep Guardiolanın səhvlərini görüb onu təkrarlamaq istəsin. Yəni adam öz oyununu qıran deyil, amma eyni zamanda hesablama ondan ibarətdir ki, öz A oyununda Bavariya həddindən artıq güclüdür və normalda əlbəttə ki, bu güc nəzərə alsaq ki, millilərə olan pauzada da Bavariya hər hansı bir oyunçu itkisinə məruz qalmayıb. Ona görə də Realın üzərində bir qədər favoritlik elementi var. Son olaraq çox maraqlı bir qeyri-taktika faktı deyərdim. Nədən ibarətdir ki, Bavariya UEFA-ya hələ Atalanta ilə birinci maçdan sonra ərizə göndərmişdi ki, Real Madrid Santiago Bernabeu-nun damını örtməsin. Bu nəyə hesablanıb? Necə ki, Galatasarayın ev stadionu olan Rams Parkda olan o izdiham səs-küyü var. Bu səs-küyü çoxaldıb rəqibə təzyiq etsinlər. Xatırladaq ki, Bukayo Saka ötən mövsüm Madriddəki maçın əvvəlində penaltini qaçırandan sonra, oyundan sonra etiraf etmişdi ki, həmin o izdiham ona səbəb olmuşdu ki, Saka qeyri-standart şəkildə Panenka ilə penalti vursun. Yəni əslində bir tərəfdən bu qəribədir. Qəribədir ki, çünki Bavariya München kimi komanda belə rəqiblərlə oyuna öyrəşib. Ötən mövsüm biz gördük ki, Realda işlər getməyəndə getmir və Bavariyada kifayət qədər gücü var. Amma bizim düşüncəmiz ondan ibarətdir ki, hardasa qüvvələr nisbəti 45-in 55-ə Bavariya Münchenin xeyrinədir. Amma 45-55-ə varsa, əlbəttə ki, burada Real Madridin də çox ciddi, demək olar, bərabər şansı var. Düzdür, yenə də bir istisna var ki, Arbeloa, Jude və Jude Arda eyni zamanda Mbappe, Vinicius'la nə edəcəklər? Çünki hamısını buraxacağı təqdirdə Real Madridin balansı nə günə düşəcək və Real Madrid City və Atletico oyunlarda olduğu kimi effektiv ola biləcəkmi pressingdə? Siz nə fikirləşirsiniz? Birinci maçdan və ümumiyyətlə bu cütlükdən siz yarım finalda nə gözləyirsiniz? Hansı komandanı gözləyirsiniz? Biz isə keçək həmin gecənin ikinci maçı və bu maçın tam antipodu olan Sporting Arsenal duelinə. Bir tərəfdən əgər Madrid Bavariya ilə qarşılaşırsa, hansı ki, yəqin ki 90% azarkeşlər baxacaq. Digər tərəfdən də UEFA bizə, əgər biz yatmaq istəsək, Sporting Arsenal oyunu verib. Əlbəttə ki, mən düşünürəm ki, Arsenalın bütün azarkeşləri və bəlkə də Manchester City-nin azarkeşləri bu oyuna baxacaqlar. Əlbəttə ki, Arsenal bu cütlüyün qalibidir. Əgər bundan əvvəlki Madrid Bavariyada biz 45-55 görürüksə, burada yenə də hardasa üstünlük 30-un 70-ə, 25-in 75-ədir. Qısaca gəlin başa düşməyə çalışaq ki, Sporting necə oynayır və Sporting Arsenalı necə yaralaya bilər və ümumiyyətlə yaralaya bilərmi? Əslində Sportingin Rui Jorge'nin rəhbərliyi altında ana oyunu Arsenalın çox xeyrinədir. Arsenal çox sərf edir. Belə ki, Sporting progressiv, hətta deyərik belə hücum futbolu oynayır, mövqe hücum futbolu. Hardakı komanda bir qədər dogmatik deyil. Komanda çox elastik, vertikal və mövqe futbolunun bir növ özündə miks edir. Amma ən əsas mahiyyət ondan ibarətdir ki, Sporting bir növ sənin üstünə gəlir və Arsenalın da ən sevdiyi rəqib tipləri məhz onun üstünə gələn komandalardır. Çünki Arsenal üçün həmin özü kimi effektiv, özünü güzgüləyən komandalarla oynamaq çox çətindir. Misal istəsəz, Manchester United Michael Carrick'in rəhbərliyi altında bir növ Arteta'nı güzgüləyib məğlub etmişdi həmin maçda Emirates Arsenalı. Lakin Sporting oyunun müəyyən kəsiklərində müdafiə oturur və
Əslində bu bir neçə oyunda uğurlu idi. Xatırladaq ki, hələ liqa fazasında Sporting Bavariya Münxenə uduzanda orada 70 dəqiqə Bavariya ilə bərabər mübarizə gedirdi. Orada Sporting əsasən müdafiə olunurdu. Topu Bavariyaya vermişdi və Bavariya kimi komandada Sportingin müdafiə blokunu aşmaqda çətinlik çəkirdi. Lakin bu da Qlimplə maçda misal üçün hardan ki, düzdür, Norveç stadionunun özəllikləri, süni otdur və s. və ilaxır var. Amma yenə də həmin maçda eksperiment iflasa uğradı. Biz yenə də Bavariya ilə maçda olduğu kimi Arsenala Ruy Jorge'nin bir qədər praqmatik yanaşıb hardansa müdafiədən oynayacağını gözləyirik və əlbəttə ki, Arsenal təklif edəcək ki, komanda topa sahib olsun və epizodlar əldə etməyə çalışsın. Arsenal üçün yeganə uğursuz ssenari əlbəttə ki, əgər Sporting erkən qol vurarsa, hardasa o zaman Bayer Leverkusenlə olan oyunun ağır versiyası olacaq. Nəzərə alaq ki, Alman futbol azarkeşlərin xəttinə dəymədən Sporting Bayer Leverkusendən, hazırki Bayer Leverkusendən qat-qat yaxşı komandadır. Amma əgər Bayer Leverkusenlə səfərə gedəndə Arsenal fikirləşirdi ki, birinci oyunda ən azından müsbət nəticə əldə edib, məğlub olmayım və ikinci oyunda Emirates'də hər şeyi həll edim. Burada Arteta bunun üzərində 2 dəfə düşünə bilər. Çünki Arsenalın təqviminə baxaq, Arsenalın əlbəttə ki, top prioriteti hazırda lider olduğu və itirilmiş xallara görə 6, amma faktiki 9 xal öndə olduğu çempionluq yarışında City-ni yaxına buraxmamaqdır və ironiyadan ibarətdir ki, Sportinglə ev oyunundan sonra Arsenal Etihad Stadiuma çempionatın ən həlledici oyununa yollanacaq və ona görə də Arteta bu maçda, bəlkə də ilk maçdan bütün taleyini həll etməyə, ən azından minimal hesabla qələbə qazanaraq ikinci maçda nisbətən komfortlu ssenaridə yarım finala vəsiqəni təmin etməyə cəhd edəcək. Çünki hər nə qədər deyiriksə Arsenalın bu dəqiqə prioriteti Premier Liqadır. Heç kim Artetaya bu rahat-rahat onu bağışlamaz ki, bu cür komanda gəlib Sportingə məğlub olsun və bunu da əldə etmək üçün Sportingin zəif olduğu elementdə Arsenal kifayət qədər dominant olmalıdır. Bu da intensiv pressingdir. Xatırlayırsınızsa, bu da Glimplə də maçda, ilk maçda misal üçün və ya Bavariya ilə də 70-ci dəqiqədən sonra məhz intensiv pressing Sportingi əzmişdi. Arsenalın unikallığı ondan ibarətdir ki, Arsenal həm kompakt müdafiə ilə istənilən build-up'ı neytrallaşdıra biləcək oyuna malikdir, amma eyni zamanda istədiyi halda da oyunu rahat şəkildə dəyişir və rəqibi güclü, dominant hücum futbolu ilə sıxır. Üstəlik bunun üçün Arsenalın klassik taran tipli hücumçudan yolu keçən Gyökeres'i var və eyni zamanda yanlış 9 nömrələr olub, hardasa orta dominasiyasına sahib olaraq ortadan rəqibi əzə biləcək Gabriel Jesus və Kai Havertz var və bilirsiniz də Arsenalın bu mövsüm korner ritualı hər kəsi qıcıqlandırır, amma Arteta bir qədər də bu elementində dərinə gedərək çox möcüzəvi şəkildə millilərə olan pauzada bütün komandanı zədəli etdi. Mən təəccüblənmərəm ki, indi çempionatın oyununa və Çempionlar Liqasının oyununda hamı zədədən sağalsın. Bəlkə ola bilsin ki, 1-2 oyuncu istisna olmaqla. Amma eyni zamanda Arteta'nın bunda mən ittiham edə bilmərəm. Çünki millilərin yoldaşlıq görüşünə oyuncu göndərib orada zədələnmək qədər mənasız bir şey yoxdur. Əgər kimisə sualı varsa, Rafinha ilə bağlı Barcelona azarkeşlərinə müraciət edə bilər. Amma yenə də düşüncəmiz ondan ibarətdir ki, burada qəza olmayacağı təqdirdə Arteta'nın o game management deyirik də, yəni strateji planlaması, hansında ki ilk oyuna inanılmaz stavka verilməsi özünü doğruldacaq. Çünki ona kimi Arsenal ölkə kubokunda oynayır. Sportinglə, sonra Bournemouthla, sonra Sportinglə, sonra City-lə və Arsenal hər şey düzgün planlaşdıracağı təqdirdə bu dəfə Bayer Leverkusen validolu olmadan birinci maçda normal nəticə edib yarım finala çıxmalıdır. Siz necə fikirləşirsiniz? Arsenal Sportingi Portuqaliyada məğlub edə biləcəkmi? Hardakı ənənəvi olaraq çətinlik çəkir və ümumiyyətlə bu cütdə Arsenalın nəsə əleyhinə gedə bilərmi? İndi isə keçək 3-cü gün oyunlarına və əlbəttə ki, burada gözümüzə girən ilk duel Barcelona Atletico Madrid olacaq. Bir çox Barcelona azarkeşləri bizdən öyrənməyə çalışırdılar ki, necə oldu ki, Barcelona 3 hissə Newcastle-la çox çətinliklə oyun oynadıqdan sonra ikinci hissədə ev oyununda Newcastle darmadağın etdi. Bunun səbəbi nə idi? Yəni Barcelona özü oynamırdı. Bu ümumiyyətlə futbol azarkeşlərinin ən böyük klişe bəhanələrindən biridir. Yoxsa orada hansısa bir başqa bir faktor olub? Əslində sualın cavabı ondan ibarət idi ki, bu həm Hansi Flick'in, həm də ki Eddie Howe'un oyun planları idi. İkincisi, ikinci maçda tipik Newcastle, hansı ki birinci hissə möhtəşəm oynayır, amma fiziki cəhətdən yorulduqdan sonra darmadağın olunur. Eyni zamanda və ikinci hissədə də Eddie Howe'un etdiyi taktiki səhvlərdir. Amma biz bu dəfə Newcastle analiz etmirik də. Yəni biz gəlin Barcelona başa düşməyə çalışaq ki, Barcelona ikinci hissədə nə etdi ki, rəqibini darmadağın etdi, meydandan sildi. Bunun ən böyük səbəbi isə Barcelona bir növ mövqe
futbolundan hardasa ingiliscə buna spatial deyirlər. Yəni məkan futboluna keçdi. Bu da nə deməkdir? Mən bunu sizə Azərbaycanca normal şəkildə izah edim ki, futbolçular öz mövqelərində, məsələn üçün əgər Barselona hücumdadırsa və biz Barselonanı qırmızılar götürək, burada Lamine Yamal olmalıdır, sağ cinah vingerində winger olmalıdır, amma bu Yamal da ola bilər və ya bu mərkəz yarım müdafiəçisi ola bilər və ya sağ cinah müdafiəçisi ola bilər. Eyni zamanda bu şərait yarada bilər ki, Yamal bir qədər ortaya keçsin və ya sol cinaha keçsin. Buna deyirlər ingiliscə spatial relationship, yəni nisbi olaraq, mövqe olaraq orada oyunçu var, amma adlar fərqlidir və bu da hər şey dəyişdi. Xüsusi olaraq da Flick ikinci hissədə Yamalın rolunu dəyişdi və oyundan sonra bu haqqında da danışdı. Bildiyimiz kimi birinci oyunda Eddie Howe Xabi Alonsonun konspektindən istifadə edərək Yamalı belə pressing etmədi, mən marking etmədi. Yamalın cinahını yuxarıda iki oyunçu ilə yükləməklə bir növ həmin cinah müdafiəçinin yuxarı çıxmasının qarşısını aldı və nəzərə alaq ki, Yamalın da telepatik münasibətləri olduğu Kunde həmin cinahda deyildi. Bu Yamalı bir qədər izolyasiyada saxladı. Lakin ikinci oyunda Flick öz ikinci hissədə xüsusilə Yamalı mərkəzə və eyni zamanda yarım cinahlara salmağa başladı ki, bu da Newcastle sistemində xaos yaratmağa başladı. Xüsusilə Yamalla Fermin inanılmaz şəkildə, yəni mövqe rotasiyaları etməklə Newcastle mərmanını darmadağın etdi. Gəlin bir neçə epizoda baxaq. Məsələn, görürük ki, sağ cinah winger olan Yamal sol yarım cinaha gedir və sol yarım cinahdan mərkəzə doğru qol yaradır. Daha bir epizodda isə yenə də Yamalın köməyi, bu dəfə Yamal sağ yarım cinahındadır. Yəni öz cinah funksiyasından bir qədər qırağa keçərək rəqibi çaşdırmağa müvəffəq olub və eyni zamanda əlbəttə ki, Barselona vurduğu şahanə qollardan biri klassik Barselona əks hücumu. Burada yenə də Yamal mərkəz sol yarımcinahdan irəliləyir və əlbəttə ki, ustalıq, istedad səviyyəsini nəzərə alaraq Lewandowskiyə müdafiəçinin gedişini əksinə zamanlama pas atır, hansından ki, Polyak hücumçu maksimal istifadə edir. Əlbəttə ki, bir tərəfdən Newcastle heyətində Bruno Guimaraes yox idi, yarım müdafiənin betonu, digər tərəfdən birinci hissədə Sandro Tonali zədələndi və nəticədə əlbəttə Newcastle ortası çılpaq qaldı. Əgər onlar olsaydı, Newcastle optimal heyətli olsaydı belə, bizim gözləntimiz odur ki, Barselona'nın o ikinci hissədəki oyunu ötən mövsüm hər iki yarım finalda Barselona Interə qarşı ikinci hissədəki oyununa bənzəyərdi. Yəni bu oyunun qarşısında gülləbaran etmək olar, amma bu oyunun qarşısında mən inanmıram ki, Prime Newcastle belə tab gətirə bilərdi. Bəlkə də hesab əlbəttə ki, fərqli ola bilərdi. Digər tərəfdən isə əlbəttə ki, həmin oyunda belə Barselona Premier Liqada 1200 dəqiqə qol vura bilməyən və öz standartlarına görə çox ortabab, bərbad mövsüm keçirən Elangaya 2 qol şansı tanıdı və bunun da iki fəsadı var idi. Əlbəttə ki, birinci səbəb, daha doğrusu səbəb var idi. Birinci səbəb Hansi Flick'in yüksək xətti idi. Hansi Flick'in Newcastle çox effektiv şəkildə pozur. Məsəl üçün, baxın bu epizodda Newcastle vurduğu birinci qolda görürük ki, Newcastle cinahda 3-2 yaradıb əks hücumda və bundan maksimum istifadə edir. İkinci qolda isə burada Barselona'nın müdafiəçiləri əks hücumda tutulublar və geriyə vaxtında qayıda bilmirlər. Amma ikinci faktor əlbəttə ki, bizim sevimli belə deyək, oyunçumuz olan Araujo faktorudur. Hər şey yaxşı getdiyi halda Araujo bir klassik diversant kimi düşündü ki, mən nə edeyim ki, komandamın həyatını bir qədər çətinləşdirim və o iki hərəkət etdi. Birinci olaraq əlbəttə ki, öz komanda yoldaşı və Barselonanın ən yaxşı müdafiəçisi olan Pau Cubarsini belə kəllə priyomu ilə az qala sıradan çıxartdı. Lakin ikinci epizod və bu Araujo'nun yüksək xəttdə ümumiyyətlə yaramadığını göstərir. Baxın, sadəcə olaraq bu screenshotda biz ümumiyyətlə epizodu göstərmək istəmirik. Burada Araujo offside 1 metr pozur. Yəni hətta o mövqedə çıspağa yürüşlü Harry Maguire olduğu təqdirdə adətən sən necə offside pozursan, əgər sən asla gəlsənsə, 1 addım, 2 addım. Burada adam harası ilə neynir? Biz başa düşə bilmirik. Çünki həmin epizoda tam baxanda belə Araujo bir növ Araujo'luq eləyir və nəticədə adam 1 metr offside qalır. Və nəzərə alaq ki, Hansi Flick hər iki maçda Araujo'nu bir növ cinah müdafiəçisi kimi oynadırdı ki, mərkəzdə oynayıb bir növ problemləri bizə yaratmasın. Amma o Araujo yenə də öz bacardığını, əlindən gələni etdi. Araujo ilə bağlı məqam ondan ibarətdir ki, siz sual verə bilərsiniz ki, necə Xavinin dövründə ən yaxşı İspaniya La Liqasının və Avropa müdafiəçilərindən hesab olunan bir oyunçu necə indi belə bərbad ola bilər? Və əlbəttə ki, problemin adı yüksək xəttədir. Yəni əgər müdafiəçi dueti kimi dünyanın ən yaxşı müdafiəçiləri məncə siz də mübahisə etməlisiniz ki, Gabriel Magalhaes və Salibadır. Əgər bu iki futbolçu Hansi Flick'in Barselonasında olsaydı, bu adamlar da səhv edərdi və Barselona azarkeşləri bir şikayət edib deyərdilər ki, bizə gələndə, bizə çatanda ən yaxşı oyunçular belə inanılmaz səhvlər edirlər. Amma bu təbiidir. Niyə görə? Çünki yüksək xətt müdafiəçinin maraqlarına ziddir. Yüksək xətt sadəcə olaraq həm də məşqçi adətən yüksək xətt oynarkən
özəl söhbətləri müdafiəçilərlə edir ki, bu konsepsiyanı onlara satsın. Çünki bu konsepsiyada axmaq yerində qala biləcək oyunçular daima müdafiəçilər olur. Problem ondan ibarətdir ki, bu adamın futbolçu intellekti yoxdur. Adam 2 mövsüm Barselonanı vaxtından əvvəl Çempionlar Liqasının play-offunda turnirdən kənarlaşdırıb. Bu dueldə də hər şey ola bilər. Yəni Araq oynayacağı təqdirdə bir növ öz komandasına qarşı işləyən dəli bir elementdir. Və bunların üstünə əlbəttə ki, millilərin pauzasında zədələnmiş Rafinha gəlir. Çünki Barselona əsas heyəti ilə öz prime'ında qarşılanmaz bir komandadır. Yəni Avropanın ən 3-4 yaxşı komandalarından biridir. Amma elə ki orada bir element sındı və mən o element deyəndə hətta Cancelo Balde'nin yerində oynayanda da deyirəm. Çünki Cancelo'nun düşüncəsi nədir? Klassik Pep müdafiəçisi olub, klassik sol cinah müdafiəçisidir. Hansı ki topu hücum fazasında alanda əgər Barcelona göylərdirsə, topu məsələn burada alanda Cancelo həmən pas kanalı axtarır. Lakin Cancelo'nun yerinə Balde olanda bəzən boşluğa hərəkət edir, bəzən topu özündə yaxşı mənada saxlayır ki, öz komanda yoldaşları gəlsin. Bu hətta özünü göstərir, amma Rafinha elə bir oyunçudur ki, Rafinha'nın ümumiyyətlə əvəzi yoxdur. Baxmayaraq ki, gözləntilər ondan ibarətdir ki, bu maça Kunde ilə Balde gələcək, amma hansı formada olmaqları və forma yığmağına bu oyunçuların vaxt lazımdırmı sualı var. Çünki öz Yamalın məsələn Kunde ilə rahat şəkildə telepatik əlaqələri bərpa edəcəyinə heç bir şübhəmiz yoxdur. Amma Rafinha 5 həftəlik sıradan çıxıb və indi ilə çünki ayın 4-ü də Atletico Madrid ilə səfərdə oyunu var. Atletico duelləri arasında və ya oyunların arasında daha bir oyunçu və bu oyunçu adətən olacağı təqdirdə Pedri'dir. Sıradan çıxacağı halda Barcelona'nın işi çox ağır olacaq və hətta bu duelin favoriti birinci maçda darmadağın olmayacağı təqdirdə Atletico Madrid olacaq. Digər tərəfdən Atletico Madridə keçdiyimizdə Atletico Madrid İspaniya çempionatında oynamağın başını buraxıb. Bunu hətta Barcelona ilə birinci yarımfinaldan sonra Jan Oblak da demişdi. Düzdür, sonradan bu sözləri Diego Simeone təkzib etdi. Amma bir fakt dəyişmir ki, Atletico Madrid rəsmən çempionatda artıq başa düşür ki, 3-cü və ya 4-cü yerdən aşağı düşən deyil. Hələ nəzərə alaq ki, İspaniya 5-cilik uğrunda İtaliya və Almaniyaya nisbətən daha favoritdir. 5-ci, yəni yeri Çempionlar Liqasına aparmaq üçün. Amma bu garantili deyil və Simeone də praqmatik bir insan kimi garantili 4-cü yeri də demək olar ki, sığortalayıb. Yəni orada söhbət Villarreal'ın və ya Atletico Madridin 3-4'ü kimin olacağından gedir. Bu da prinsipal bir önəmə malik deyil. Amma necə ki, ölkə kubokunda adam öz işinin öhdəsindən gəlmiş sayıla bilər. Ən azı komandanı finala çıxardı və finalda komandanı Real Madrid gözləmir. İkinci tərəfdən də biz gözləyə bilərik ki, hətta çempionat oyununa Atletico Madrid Barcelona ilə ev oyununda bir qədər, deməzim eksperimental heyət çıxaracaq, bu absurd səslənərdi, amma bir qədər özünü boş apara bilər. Çünki Atletico'dan fərqli olaraq Barcelona üçün çempionat kritikdir. Nəzərə alsaq ki, inanılmaz böyük bir bonusu var, +4. Amma eyni zamanda El Clasico var. Baxmayaraq ki, evində olacaq. Baxmayaraq ki, Barcelona Hansi Flick'in rəhbərliyi altında Real adını darmadağın edir. 6 görüşün 5-də qələbə qazanıb. Yenə də potensial olaraq orada xal fərqi 1-ə enə bilər. Ona görə Barcelona özünə imkan verə bilməz ki, xal atırsın. Atletico'da dediyimiz kimi belə bir problem yoxdur. Atletico'nun işləyən cinahı, sağ cinahıdır. Komandada sol cinah bir qədər xaotikdir. Xüsusilə müdafiə planında komanda problemlidir. Digər tərəfdən artıq Qurban Qurbanovla da Simeone arasında bir özəllik var və bu özəllik bu mövsüm boyu gedir. Belə ki, Atletico jurnalistləri daima ondan sonra Simeone'dan soruşurlar ki, Atletico bu mövsüm hücum futbolu oynayanda istənilən komanda ilə başa-baş oynayır. Yəni progressiv, aqressiv futbol Atletico'da alınır. Amma elə ki, Simeone'nin də adının hallandığı bu avtobus parkovkası və ya 4-4-2 kompakt müdafiə oturanda Atletico elementar səhvlərə yol verir. Yəni məsələn Real Madridlə həmin o bayaqda göstərdiyimiz indi baxaq bu epizodda ikinci qolun səhvi birbaşa müdafiəçidən gəlir, amma o Real Madriddə Fede Valverde'dir. Amma gəlin Avropanın bəlkə də top klubları arasında ən bərbad durumda olan Tottenham'a baxaq. Baxın Tottenham vurduğu 2 gol Atletico'nun qapısında oturmaq cəhdi və yüngül Tottenham təzyiqi altında həmin Atletico müdafiəçilərinin səhvidir. İndi təsəvvürünüzə götürün ki, Barcelona həmin təzyiqə edərsə nə edəcək? Çünki bir tərəfdən komanda hücum futbolu oynadıqda Real'ı 5-2, Barcelona 4-0 hesabı ilə darmadağın edib, lakin qapıya oturtmaq istəyən halda komanda məğlub olub, Barcelona comeback edəcəkdi, amma elitar komandaya qarşı, yəni nə qədər nələr olmalıdır ki, sən 4-0 bir növ icazə verəsən ki, rəqib comeback edib, ümumi hesabı öz xeyrinə dəyişsin. Maç çox yaxın oldu. Sadəcə orada hətta maçın sonunda bir qədər komandanın bəxti gətirdi və bu da Atletico'nun müdafiə planındakı problemlərindən sizə xəbər verir. İkinci bir məqam əlbəttə ki, Atletico'nun hücum cütlüyü. Biz fikirləşirik ki, orada Griezmannla Julian Alvarez olacaq. Alvarez öz formasını bərpa etməyə başlayır. Griezmann bir növ hücumun o clay futbolçusudur. Griezmann olmayanda, məsələn, çempionatda biz Sörlotu görə bilərik. Çempionlar Liqası Griezmannı görə bilərik. Sörlot daha çox taran tipli
templidir, amma servisə ehtiyacı var. Onu topla qidalandırmadıqda adam çox effektiv ola bilmir və hətta komandaya mane olur. Pressingi o qədər də yaxşı deyil. Amma Griezmann ümumiyyətlə futbol beynidir. Yəni inanılmaz intellektual və o yarım cinahlarda və xətlər arasında mükəmməl iş görə bilən bir futbolçudur. Biz ona görə də fikirləşirik ki, əgər zədələr olmazsa, yəni daha yeni zədələr olmazsa, əlbəttə ki, Rafinha istisna olmaq şərti ilə Barselona bu duelin bir qədər favoritidir 55-in 45-ə, amma çox vacibdir ki, Barselona birinci oyunda Camp Nou-da özünə ciddi bir üstünlük qazansın. Çünki bu baş verməyəcəyi təqdirdə Atletico Madrid evində amansızdır. Atletico Madrid özü klassik ev komandasına oxşayır. Mən nəyə görə bunu deyirəm? Çünki komanda evdə inamlı oynayır, səfərdə isə çox rahat şəkildə rəqiblər istənilən top rəqibə uduzur. Ona görə də biz bu maçda bir qədər xaosu da gözləyirik. Bu oyunda hər şey ola bilər və əlbəttə ki, ən maraqlı duellərdən biri olacaq. Ümid edirik ki, yenə də heç bir zədə olmaz. Çünki zədə olacağı təqdirdə hər şey bir komandanın lehinə dəyişəcək. Biz isə keçək sonuncu duelə. PSG Liverpoola qarşı əslində ötən mövsüm 8-də 1 finalda bu komandalar qarşılaşanda həmin anda martın əvvəlində Avropanın Barselonaya yanaşı 3 ən yaxşı komandasından ikisinin dueli idi. Həmin anda həmin duelə biz erkən final deyirdik və özünü də hər iki maç doğrultdu öz dramatikliyi ilə. Lakin bu il bu iki komandalar arasında duel həm də güc nisbəti xeyli dəyişib. Əgər ötən mövsümdəki komandanın formasını 10-a 10 baldan qiymətləndirsək, PSG bu mövsüm ötən mövsümki formasının 8-dən 10-a versiyasıdırsa, Liverpool 6-dan 10 versiyasıdır. Gör, PSG bu duelin qalibidir. Hətta Chelsea-nin taleyinə və ya ona oxşayan bir taleyi Liverpoola yaşatmalıdır. Amma digər tərəfdən müəyyən elementlər üst-üstə düşməsə, bir qədər PSG-nin bəxti gətirməsə, hər şey çox fərqli ola bilər. Söhbət nədən gedir? PSG baxmayaraq ki, Chelsea-ni 8-2 hesabı ilə darmadağın etdi. Orada birinci oyunda 75 dəqiqə çox bərabər oyunu gedirdi. Maçın qırılma anı Chelsea-nin qapıçısının kobud səhvi idi, yadınızdadsa Vitinha vurduğu golda. Amma Chelsea ilə götürək 8-2 darmadağın etdi. Layiqli şəkildə bu baş verdi. Lakin eyni zamanda o fakt da danılmazdır ki, Chelsea ilə maça qədər komanda Pocognoli'nin Monaco-su ilə 3 dəfə qarşılaşdı. O maçların yalnız birini qazandı və əgər siz o maçların geniş fraqmentlərinə baxsaz görəcəksiniz ki, PSG inanılmaz çətinliklər çəkirdi Monaco ilə. Hətta başqa bir iki element əleyhinə işləsəydi, bəlkə də nə qədər absurd səslənirsə, Monaco PSG-ni mübarizədən kənarlaşdıra bilərdi. Yəni PSG o qədər də prime formasında deyil, komandanın bir növ tutması olur. Komanda özünün oyunu oynayanda PSG-yə qarşı ümumiyyətlə heç kimin şansı yoxdur. PSG bir tərəfdən Barcelona kimidir. Hardasa Barcelona çox oxşayır. Komanda öz arxasına açıq qoyur, yüksək xəttlə oynayır. Digər tərəfdən bu yüksək xəttdə ötən mövsümdən fərqli olaraq iki element yoxdur. Onların biri əlbəttə ki, komandanın talismanı olan Marquinhos'un Muhammed Salah'da olduğu kimi çox ciddi düşüş yaşamasıdır. Winger olmadığına görə, hücum planlı futbolçu olmadığına görə, müdafiəçi olduğuna görə və top komanda oynadığına görə bu o qədər də bilinmir, amma həm Marquinhos'un sürəti itib, həm də Marquinhos zədələrlə mübarizə apardığından əvvəlki effektivliyinə malik deyil. Onun əvəzedicisi olan İlya Zabarının həddindən artıq uğursuz bir transfer kimi qiymətləndirilir. Hətta bunu artıq PSG-də Luis Enrique dolayısıyla yolla da etiraf edir. Ukrayna millisi İsveç millisinə 3-1 hesabı ilə məğlub olduqda orada 2 mövqe səhvini, 2 golda mövqe səhvini məhz İlya Zabarın etmişdi. Digər tərəfdən əlbəttə ki, PSG-nin downgrade-i, yəni geriyə bir addımı Chevalier idi və ya Safonovdur. Bir tərəfdən bəli, baxın, Chelsea hətta 3-0 hesabı ilə darmadağın etdiyi maçda ekip Safonova 9.5 bal vermişdi 10 baldan. Yəni bu qapıçının nə qədər mükəmməl oynadığını göstərir, amma Safonovun problemi ondan ibarətdir ki, Safonovun ayaqları yoxdur və eyni zamanda adam qeyri-sabit ola bilir. Yəni hər anda o qədər effektiv olmur, amma Chevalier isə ayaqları olsa da shot stoppingi o qədər yaxşı deyil. Xatırlayırsınızsa Avropa Super Kubokunda onun etdiyi səhv az qala Tottenhamə kuboku verəcəkdi, amma Chevalier bu səhvləri sistematik edir. Nəticədə baxın, əbəs yeri deyil ki, hazırda Safonov əsas heyət uğrunda mübarizədə Chevalier'i kənarlaşdırıb. Digər tərəfdən isə PSG-nin prime komanda olması üçün, yəni prime forması, hansında ki biz ikinci maçda Chelsea-də gördük, birinci maçda sonunda gördük. Bavariya Münxenlə maçda onu görə bilmədik, amma Barcelona ilə bu var idi. 3 elementin işləməsi vacibdir. Birinci əlbəttə ki, komandanın fizikası, komanda fiziki cəhətdən inanılmaz pik formada olmalıdır. Bunda Luis Enrique kontrpressinglə izah etmişdi. Yəni bildiyimiz kimi kontrpressing nədir? Komanda top itirdikdə oyunçuların topu geri qazanmaq üçün atdığı addım mexanizmlər. Yəni sadəcə olaraq topu kimsə itirdi, topun dalınca başsız getmir. O zonaya bir neçə oyunçu gəlir, yoxsa həmin oyunçunu 2 oyunçu pressing altına alır. PSG-də bu yoxdur bu mövsüm. Bunun da səbəbi ondan ibarətdir ki, Enrique özü də deyir ki, biz ötən mövsümün həddindən artıq pik formanın bir növ bədəlini ödəyirik. Plus
klublararası dünya çempionatı var idi. Harda ki PSG finala qədər gəldi. İkinci əlbəttə ki individual ustalıq. Məsələn üçün adi bir fakt göstərim ki, Barcola bu mövsüm Liga 1-da Fransa çempionatı və Çempionlar Liqasında Chelsea ilə maçlara qədər mənfi 7.2 XG malik idi. Yəni adam vurmalı olduğundan 7-dən az gol vurmuşdu. Bu da onu göstərir ki, adam şanslarını boşa verir. İkinci tərəfdən Xviça bu mövsüm öz ötən ilki standartların aşağısında olsa da Chelsea ilə maçda adam meydana çıxaraq duelin taleyini birinci oyundaca həll etdi. Amma Xviça daima belə formada deyil. Lakin yenə də Enrique'nin o individual ustalığının pikini alması üçün özdə bildirmişdi ki, eyni dərəcədə işləyən triosu olmalıdır plus 1-lə. Yəni trio nədir ki, Dembele, Doué, Barcola və Xviça 3 mövqeyə. Bunun nəticəsində Enrique öz avtoriteti ilə istədiyi oyunçunu oyun planından sonra ehtiyatda saxlaya bilər. Necə ki, birinci maçda Chelsea ilə Xviça qalmışdı və oyunu həmin oyuncu sonradan uğurlu şəkildə inteqrasiya edə bilər. Amma bu oyuncuların biri zədələnərsə, onda PSG-nin ciddi problemləri yarana bilər. Hələ ki, Barcolanın ciddi zədəsi var, ciddi yox, yüngül var zədəsi var. Bilinmir oyuna qayıdıb qayıtmayacaq. Amma yenə də eyni mövqedə əgər iki oyuncu zədəli olarsa, komandanın ciddi problemləri yaranmağa başlayacaq. Və üçüncü məqamda demiş oldum, yəni bu da top oyunçuları həm orta sahədə, həm də ki xüsusilə öndə rotasiya etmək qabiliyyətidir. Bunlar bəzi hallarda işləyir. Biz Çempionlar Liqası 8-1 finalında əyani şəkildə gördük. Amma play-off mərhələsində və Fransa çempionatında bunu görmürük. Liverpooldan fərqli olaraq PSG-nin üstünlüyü nədən ibarətdir? Bu Liga 1-ın statusu ilə, yəni fransız çempionatı ilə bağlıdır. Bilirsiniz də yəqin ki, Fransa çempionatının Fermer Liqası statusu var. Amma burada hardasa belə aktual məqam var. Çünki mən sizə bir paralel verim. Heç top çempionatı olmayan Azərbaycan çempionatında Qarabağ Newcastle maçlarının arasına düşən Neftçi oyunu təxirə salmaq istəyirdi. Lakin PFL-in qaydalarına görə hər iki komanda razı olacağı təqdirdə maç təxirə salına bilərdi. Neftçi uzun müddət buna dirəniş göstərdi və sonradan Qarabağ buna müvəffəq olduqdan sonra əlbəttə ki, bizdə hər kəs dedi ki, bu Azərbaycan çempionatının bir növ prestiji üçün o qədər də müsbət hal deyil. Amma baxın, Fransada özəl bir qanun var ki, bu qanuna görə fövqəladə hal və ya Avrokuboklar olarsa, komanda çempionatdakı oyunları bir tərəfli qaydada təxirə sala bilər. Yəni burada artıq ikinci komanda razılığı lazım deyil. Bu da mən nəyə görə deyirəm? Çünki adətən Fransa çempionatı, Almaniya çempionatı kimidir. Əgər sən PSG və Bavariyasansa, rəqibin və turun cədvəl önəmi yoxdur, amma bu mövsüm PSG-nin ən amansız daban-daban dirənən rəqibi Lensdir və Liverpool duellərinin arasında Lensla maç var idi. Amma əlbəttə ki, PSG eyni şəkildə də Konferans Liqasında iştirak edən Strasburda öz maçını bir tərəfli qaydada Avrokuboklara bəhanə gətirərək və əsas gətirərək təxirə saldılar. Liverpool İngiltərə çempionatında oynayır. Liverpoolun bu lüksü olmayacaq. Gəlin başa düşməyə çalışaq ki, Liverpoolun PSG-yə qarşı şansları varmı? Komanda ötən il İngiltərənin çempionu idi. Hətta artıq martın axırı, aprelin əvvəli demək olar ki, titulu faktiki qarantiya etmişdi və yalnız mövsümün sonlarında bir qədər rahatlaşma sayəsində Liverpool 90 xal yığa bilmədi və 90 xalın üstünə çıxa bilmədi. Amma eyni zamanda bu komanda necə o zirvədən gözlənilməz şəkildə 500 milyon funt da xərcləyərək enə bilər. Eric Klein öz kitabında bunu göstərmişdi. Bu fenomenin adı Perfect Storm'dur. Yəni Azərbaycanca biz buna deyə bilərik ki, ideal burulğan. Bunun da mahiyyəti nədən ibarətdir ki, öz inkişafının pikində olan sivilizasiyalar, dövlətlər adətən bir mənfi faktor sayəsində heç vaxt çökə bilməzlər. Bəzən olur ki, onların bəxti götürmür ki, bir neçəsi bir-birinin üstünə gəlir və nəticədə bu perfect storm olur və həmin sivilizasiyanı yerə çəkir. Mən əvvəl yerə Liverpoolun İngiltərə çempionu olmasından danışmadım. Çünki aydın məsələdir ki, İngiltərənin çempionu olan komanda hansı ki, rahat şəkildə 90 xal üstünə çıxa bilərdi. Birdən-birə sadəcə olaraq uğursuz transfer siyasəti ilə və heyətini gücləndirməklə belə ən azı kağız üstündə düşə bilməzdi. Burada həmin o perfect storm 3 elementdə özünü göstərdi. Belə ki, ilk öncə əlbəttə ki, Liverpool rəhbərliyinin hansı ki, inanılmaz effektiv uğurlu siyasətin nəticəsində bütün dünyada dillər əzbər və nümunə olmuşdu. Söhbət əlbəttə ki, Michael Edwards və Richard, sonradan da ona qoşulan Richard Hughes'dan gedir. Onların strateji planlamada etdiyi kobud səhv idi. Xatada ki, bir tərəfdən adamlar Trent Arnold'u kontraktını uzada bilmədilər. Digər tərəfdən Salahın kontraktını uzatdılar. Amma eyni zamanda Salahın kontraktını uzatmaqla yanaşı Salaha antipod olan Florian Wirtz'i aldılar. Eyni zamanda həm Jota'nın rəhmətə getməsi ilə, həm Nunez'in transferi ilə komanda 2 hücumçu aldı. Bir tərəfdən məntiqi idi, amma məntiqsiz olan o idi ki, həm Ekitike, həm Isak eyni mövqeyli, eyni tipajlı bir-birinin əslində meydanda oynayacaqları təqdirdə bir-birinə konfliktdə yer uğrunda çıxacaq oyuncular idi. Hər ikisi soldan
cərmə meydançasına girməyi sevir. Üçüncü tərəfdən ümumiyyətlə anti-trend olan Frimpong'un komandaya transferi idi və bütün bu uğursuz transferlərin nəticəsində xatırlayırsa yayda da bunu deyirdi ki, 500 milyon avro xərcləyən, 500 milyon funt hətta xərcləyən İngiltərə çempionu məntiqlə daha pis olmalıdır, nəinki daha yaxşı. Çünki FIFA oynamırıq, real həyatda bunun amansız cəzası olacaq. İkinci faktor əlbəttə ki, Liverpoolun talismanı, hardasa Liverpoolda Lionel Messi və Cristiano Ronaldo səviyyəsində təsirə malik olan Muhammed Salahdır. Bildiyimiz kimi burada iki faktor var. Bir, həmin o rəhbərliyin transfer siyasətləri anti-Salah idi. Yəni bir tərəfdən Wirtzin transferi o anlama gəlirdi ki, komanda artıq sola yönəlməlidir, sola yıxılmalıdır. Amma bildiyimiz kimi Salahın sağ cinahda effektiv olmasının əsas səbəbi ondan ibarət idi ki, 10 nömrə funksiyası yerinə yetirən Szoboszlai daima sağa yüklənərək gözlərini rəqibi cəlb edirdi. Digər tərəfdən Trent mükəmməl hücum işi görürdü və Salah üçün bildim arxanı təmizləyirdi. Bu mövsümdə Trent var, onun əvəzi Frimpong, Bradley o tam başqa tipaj oyunçulardır. Eyni zamanda isə Szoboszlai heç öz mövqeyində yanılmıramsa belə bir statistika var idi ki, oyunların 40%-nin üstündə bir qədər oynayıb. Hətta 10 nömrə olanda belə o əksər oyunlarda sol cinaha yıxılırdı. Digər tərəfdən də Salahın formasındakı inanılmaz düşüş. Baxın, sizə bu qrafanı göstərəcəm. Bu Salahın dribling cəhdləri ilə driblinglərin uğurları arasında olan fərqdir. Yəni bu absurd bir statistikadır. Adamın aradan bir 3 il keçməyib. Adam hər hansı bir xaçvari bağlarını zədəliyib bir il sıradan çıxmayıb. Sadəcə olaraq bir mövsümlə o biri mövsümün arasında bir futbolçu necə bəlkə də qızıl top uğrunda, əgər ötən mövsüm bəlkə Çempionlar Liqasını qazansaydı, Salah qızıl topu da qazanardı. Qızıl top səviyyəsində olan bir futbolçu belə üzü üstə bərbad şəkildə formadan düşə bilər və bu nəzərə alaq ki, ötən mövsümün yazından başlamışdı Salahla və hətta Arne Slot buna da ehyan vururdu ki, Liverpoolun belə intensiv və xaotik transferləri ona hesablanmışdı ki, həm oyunçular gedib, oyunçu itirib komanda, həm də ki, mövcud oyunçular bəlkə Muhammed Salah idi. Ötən mövsümün ikinci yarısında o qədər də formada olmadılar. Daha bir başqa faktor, onunla bağlı mən statistika verə bilməyəcəm sizə, Salahın sürətini itirməsidir və bunun nəticəsində də bütün problemlər yaranır. Və üçüncü element isə əlbəttə ki, biz burada yenə də Arne Slotu daima müdafiə etsək də Slotdan da danışmalıyıq. Belə ki, Slotun üstünə nəyi yıxmaq olar? Əslində bu Richard Hughes-un əsaslandırması idi mətbuata ki, niyə görə Slotu Feyenoorddan gətirdi? O belə bir izahat vermişdi ki, Slot Feyenoordda işlədiyi 2 mövsümdə komanda Konferans Liqasının finalına çıxıb, Avropa Liqasında isə play-offun dərin mərhələlərinə gedib. Yəni komanda bütün cəbhələrdə mübarizə aparıb, ölkə çempionu olub, amma zədələr statistikasına görə Avropada ən az zədə almış 2 komandadan biri idi və bunun əyan nümunəsi də nə idi? Xatırlayırsınızsa, ötən mövsüm fevralda play-offda Feyenoord Milanla maçda meydana çıxanda komandanın 7 oyunçusu ikinci heyət oyunçusu idi. Çünki 7 əsas heyət oyunçusu zədəli idi. Əlbəttə 6 plus Jimenez hansı ki Milana getmişdi. Yəni bu da sizə məşqçinin məşq metodlarının təsirini göstərir, amma bunun fəsadlarından heç kim danışmamışdı və fəsadları da bu mövsümümüzə çıxır. Bu da ondan ibarətdir ki, Jürgen Kloppun gegenpressinginə inanılmaz intensiv fiziki hazırlıq lazım idi. Amma ötən mövsüm deyə bilərik ki, hardasa o prinsiplər işləyir hələ də. Lakin bu mövsümdə İngiltərə Premyer Liqasında bu verilişi çəkdiyimiz anda 31 maçının 27-sində rəqib Liverpooldan daha çox meydanda qaçıb. Yəni başa düşmək üçün mən sizə deyim ki, bu statistika hardasa oyunların 80%-də Liverpoolun xeyrinə olmalıdır. Baxmayaraq ki, Liverpool daha çox topa sahibdir. Liverpool daha intensiv pressing edir. Yəni top daha çox komandada olsa da eyni zamanda Liverpool daha çox meydanda qaçmalıdır və bu da əlbəttə ki, həmin o perfect stormun 3-cü elementidir və nəticədə Liverpool baxmayaraq ki, 4-1 finala layiqli şəkildə vəsiqə qazanıb, bunu problemsiz etmədi və indi İngiltərə çempionatında hazırki heyəti ilə rahat şəkildə komanda 3-cü yer tutmalı olduğu təqdirdə komandanın maksimumu 5-ci yer üçün mübarizə görünür. Nəzərə alaq ki, İngiltərə bu həftə çox güman ki, yəni bir heçicə lazımdır İngilis klublarına ki, 5-ci vəsiqəni Çempionlar Liqasına rəsmi, riyazi olaraq qaranti etsinlər. Ona görə rahat şəkildə deyə bilərik ki, Liverpool Çempionlar Liqasına gələn ilə 5-ci vəsiqəni çətinliklə əldə edən oxşayır. Əlbəttə ki, orada özü kimi problemli və layihə kimi bir qədər belə kor dalana dirənmiş və hətta bəlkə də məşqçi təyinatı ilə səhv etmiş Chelsea ilə mübarizə aparacaq. Hardakı yenə də Liverpool favorit olmalıdır. Amma bu sizə Liverpoolun düşüşünü rahat şəkildə izah edir. PSG-yə oyuna gəldikdə isə PSG ilə oyunda fiziki elementin çox böyük bir fəsadı var. O da ondan ibarətdir ki, Chelsea ilə birinci maçda olduğu kimi PSG birinci və ya ikinci oyunu çox belə ustacasına maçın sonlarında həmin o
o dördüncü o winger hücum futbolçusunu meydana buraxmaqla necə ki Chelsea maçda oldu, elə şəkildə həll edə bilər. Digər tərəfdən isə PSG-nin ənənəvi olaraq güclü olduğu tərəf cinah futboludur. Orada cinah müdafiəçisi ilə Mendeslə oynadığı təqdirdə Due və ya Khvicha və eyni zamanda burada Barcola ilə Əşrəf Hakimi bir-birindən mükəmməl şəkildə kombinə edir. Hətta Əşrəf Hakimi yuxarı qalxır və nəticədə bu mövqedə oynayan Barcola və bəzi hallarda da Due yarım cinaha və ortaya keçir. Bu isə Liverpoolda həddindən artıq ciddi problemdir. Yəni bir tərəfdən Andy Robertson ayaqları yoxdur. Miloš Kerkes müdafiə planında çox bərbaddır. Digər tərəfdən orada Conor Bradley yoxdur. Conor Bradley olacağı təqdirdə əlbəttə ki, o həmin cinahdan təhlükə nöqtəsindən gələrdi. Oradakı Frimpong həddindən artıq çox açıqdır. Üstəlik nəzərə alsaq ki, biz Salah haqqında bu qədər saqa niyə danışdıq? Çünki Liverpool rəhbərliyi, yəni rəsmi olaraq etdiyi kursun səhv olduğunu bir növ etiraf etdi və Salahla müqaviləni ötən mövsüm 2 il uzatsa da bu ilin sonunda oyunçunun komandadan ayrılacağını bildirdi və bunu pulsuz edəcək. Bu da Liverpool rəhbərliyinin o sözüdür ki, biz səhv etmişik və indi Salah ətrafında komanda qurmaq ideyasından vaz keçirik. Adamı da pulsuz buraxırıq ki, lazım deyil də bizə. Biz qoy öz komandamızı qurmaqda davam edək. Və burada da amma Salahın da nə qədər müdafiəyə düşüb düşməyəcəyi çox böyük bir sualdır. Necə ki Khvicha və ya Barcola qeyri-standart oyunlar verə bilirlər bu mövsüm. Eyni şəkildə əgər Salahda olmazsa, Liverpoolun cinahları PSG-nin darmadağınına məruz qala bilərlər. Liverpool əlbəttə ki, meydanın ortasında PSG-ni hardasa məğlub edə bilər. Bəlkə baxmayaraq ki, Fabian Ruiz var, amma bizim fikrimizcə ən böyük sual əlbəttə ki, Arne Slot'un bu dilemmaları necə həll edəcəyindən asılıdır. Siz necə fikirləşirsiniz? Gəlin sualı belə qoyaq ki, Liverpoolun PSG-yə qarşı real şansı var, yoxsa PSG Chelsea-li olduğu kimi Liverpoolu silib süpürəcək və rahat şəkildə öz yarım finalda rəqibini gözləyəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Belə videoların daha çox gəlməsi üçün əlbəttə ki, kanalımıza abunə olun və bəyəndiyiniz halda like düyməsini sıxın.